Bağışlayan və mehriban Allahın adıyla. Allah üçün edilən hər bir əməl insanı Allaha yaxınlaşdırır. Ömür adlandırdığımız bu dünyada Allaha doğru ucalmağımız üçün Allahın əmrlərini yerinə yetirməyimiz lazımdır. Uca Allah-u Teala Quran-ı Kərimdə buyurur ki, mən insanı yaratdım ki, mənə ibadət etsin. Yəni Allah-u Teala istəyir ki, insan Allaha doğru yaxınlaşsın, Allaha doğru ucalsın. Və insanın Allaha doğru ucalması, Allaha doğru yaxınlaşması üçün Allaha itaat etməlidir, Allaha ibadət etməlidir. Hər bir ibadətin özünə məxsus mahiyyəti var. Hər bir ibadətin özünə məxsus dəyəri var Allah yanında. Hər bir ibadət insanın ruhunda bir formada, bir şəkildə təsir buraxır. İnsan elə ola bilməz ki, Allaha ibadət etsin. Amma həmin ibadət insanın ruhuna, insanın nəfsinə təsir etməsin. Hər bir ibadət insanın ruhuna təsir edir və insanın ruhunu, insanın nəfsini tərbiyələndirir. Lakin bəzi ibadətlər, bəzi əməllər var ki, onların insana olan təsiri daha çoxdur, daha fərqlidir. Həmin əməllərin bəlkə də ən böyüyü oruç tutmaq, Ramazan ayında Allaha ibadət etməkdir. Lakin bəzi ibadətlər, bəzi əməllər var ki, insan onu edəndə onun insana təsiri daha çoxdur. Həmin əməllər insanı Allaha daha çox yaxınlaşdırır. Həmin əməllərdən biri Ramazan ayında oruç tutmaqdır. Əlbəttə ki, hər bir ibadət insanı Allaha yetişdirir. Hər bir ibadət insanı mənəvi olaraq kamilləşdirir. Lakin oruc ibadəti daha fərqlidir və daha fərqli insana təsir edir. İnsanın qəlbində oruçluq çox fərqli təsirlər yaradır. İnsana səbr etməyi öyrədir, insana ixlaslı olmağı öyrədir, insanın ruhunu tərbiyə edir. Ramazan ayı Allahın ən böyük fürsətidir insan üçün. Ramazan ayı elə bir aydır ki, bu ayın bir gecəsi başqa günlərin 1000 ayından daha faydalıdır, deyir Allah Teala Quran-ı Kərimdə. Allah buyurur ki, bu ayın bir gecəsində edilən ibadət başqa aylarda 1000 aydan çox edilən ibadətdən daha üstündür və daha çox savab qazandırır insana. Allah Teala Quran-ı Kərimdə buyurur ki, mən sizə oruç tutmağı vacib etdim ki, siz təqvalı olasınız. Təqva yəni insanın Allaha bağlanması, yəni insanın Allahı hər vaxt xatırlaması, Allahı unutmamasıdır. Təqva yəni insanın qarşısına bir günah çıxan zaman insanın həmin günaha baxıb, mənim Rəbbim bunu bəyənmir, mənim Rəbbim bunu istəmir və mən bunu etməməliyəm deməsidir. Təqva insanın günahdan çəkinməsidir. Oruc insanın ruhuna, insanın nəfsinə bu şəkildə təsir edir. Fikir verin, görün necə insan oruclu olarkən yeməkdən və içməkdən çəkinir. Çünki bilir ki, yemək yemək və su içmək onun əməlini batil edər. Bu bizim orucun gördüyümüz zahiri tərəfidir. Və eynən də orucun batini tərəfi də var. Batini tərəfi insanın dilini, gözünü, əlini haramdan çəkindirməsidir. Oruc təkcə ac və susuz qalmaq deyil, oruc günahlardan çəkinmədir. Oruc hər vaxt Allahı xatırlamaqdır. Həmin Allahın dediyi təqvaya çatmaq üçün bu şərtdir. Gərək insan günahlardan çəkinməyi öyrənməlidir. Hədislərdə qeyd olunur ki, oruc tutmaq Allahla bəndə arasında bir rabitədir, bir ipdir, bir möhkəm bir əlaqədir. Niyə? Çünki oruç tutmaq insana dünyəvi bağlılıqlardan qurtulmağı öyrədir. İnsan ən adi bir misal olan yemək və içməkdən çəkinməklə dünyəvi bağlılıqlardan qurtulmağı öyrənir. Allaha yaxınlaşmağı öyrənir. İnsan ac və susuz qalmaqla aclıq və susuzluğun nə qədər çətin olduğunu başa düşür. İnsan oruç tutmaqla Allahın nemətlərini xatırlayır, Allaha şükr edir. Oruc insana səbr etməyi öyrədir, insana dözümlü olmağı öyrədir. Oruc insanı ixlaslı edir. Hədislərdə də var ki, oruc insanın ixlasını artıran əməllərdəndir. Və həmçinin hədislərdə buyurulur ki, oruc Allahın insanlara olan nemətidir.
Oruç tutmaq insanı günahlardan qoruyur və insanın qəlbini nurla doldurur. Gərək insan, hər bir müsəlman bu ayda çalışmalıdır ki, əlindən gəldiyi qədər Allaha ibadət etsin, əlindən gəldiyi qədər Allaha itaat etsin. Çünki insan bu ayda daha tez Allaha yaxınlaşa bilər, öz səsini, öz duasını daha tez Allaha çatdıra bilər. Bu ay, Ramazan ayı Allahla bəndənin qovuşduğu aydır. İnsanın Allahın süfrəsində qonaq olduğu aydır. Allah Teala Ramazan ayında etdiyiniz bütün dualarınızı qəbul etsin.